Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Hava limanlarının inşası üçün torpaqların alınması dövlət ehtiyacları siyasətine daxil edilib. Xəbər verilir ki, bu Prezident İlham Əliyevin mülki məcəllə və torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanunda dəyişikliyi təsdiqləməsilə mümkün olub. Dəyişikliyə əsasən, bundan sonra dəniz və hava limanlarının, aeroportların, aerodromların ərazisinin genişləndirilməsi və yaxud bu tipli yeni obyektlərin inşası məqsədi ilə də torpaq alınacaq. Yenilik beynəlxalq aviasiya təşkilatlarının hava limanlarına dair tələblərin həyata keçirilməsi, uçuşların təhlükəsizliyinin təmin edilməsinin təkmilləşdirilməsi, hava limanları ətrafında mühafizə olunan təhlükəsizlik zonlarının yaradılması, genişləndirilməsi, yeni uçuş enmə zolaqlarının tikilməsi, uçuş enmə zolaqlarının genişləndirilməsi çərçivəsində bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların alınması zərurəti ortaya çıxar. Lakin sadalınan məqsədlər üçün torpaqların alınmasının torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanunda öz əksini tapmaması torpaq üzərində mülkiyyət münasibətlərinin tənzimlənməsində və tikinti işlərinin operativ şəkildə icrasında çətinliklər yaradar. Dəyişiklik hava limanlarının tikintisi və ərazinin genişləndirilməsi zamanı torpaq sahəsinin daha çevik alınmasına, bu sahədə yaranan mübahisələrin operativ həllinə xidmət edəcək.